28.000 manata, bəli, düz eşitdiniz. 28.000 manata 2 otaqlı ev. Evimiz necədir? Bax, bir dənə maşın girəcək, həyət yanarəsi var və ev budur. Bu qabaqda gördüyünüz navesi satmayacaq. Yəni 28.000-ə bu naves aid deyil. Yox, əgər bu navesi də istəsəz, 2 sotda 2 otaqlı ev olur. O qiyməti 35.000-dən. İşıq sayğacı da var. Birbaşa məhəlləti qapısı, yenə qeyd edilən işıq sayğacı var. Bax, belə bir navesi də var. İstəyən olsa gələcəyinə təmir edib bunu bir otaq kimi ya da yay mətbəxi kimi də istifadə edə bilər. Amma hal-hazırda gördüyünüz kimi naves yaradıbdı. Maşın, istənilən maşın rahat daxil ola bilir. Yerdən harsa 6 daş kürsülüdür. Padvala da girmək olur. Baxın, barata yeri bax burada nəzərdə tutub. Bir belə harsa 9-10 metr məsafə qalıbdır. Maşın rahat girir. Evimizin divarları məsafəlidir. Yer laminat nəzərdə tutulub, yəni döşəmə vurulubdur. Bu otaq da ağardılıb, tam təhvil veriləcək. Gördüyünüz kimi belə bir yataq otağımız. Burada qonaq otağı. Bax, pəncərəni açım. Buranı göstərim. Divarla məsafəsi. Görün nə qədər məsafə var. Yəni bir xeyli məsafəsi də var. Harsa metr yarımzad belə məsafə qoyub. Plus qonaq otağından da keçirik. Bir dənə belə sanitar qovşağıdır. Ölçüsü normaldır. Burada da mətbəximiz. Rozetka yerləri, zadları, şunun yerləri açılıb, kafeli yeri də saxlanılıbdır. Belə bir evdir. Yenə qeyd edilən 35.000 navesinin bir yerdə. 2 sotda 2 otaq. Binə qəsəbəsi 190 yolunun üstündə. Oba marketə yaxın. Yox, navesi istəsəz 28.000. Tələsin.